Saat 5:10'dur. Hələ avtomat işıqlar sönməyib. Kızılgülün qoxusunu alıb ürəyimizi daha da fərahlandırıb. Burada bir dənə dostumuz da var. Bizi salamlıyor. Bu da səhər-səhər mənə yol salmağa gəlib. Ne verəcək? 5 iyun saat da 5:15. Bir iş gününü sizə göstərirəm. Başlayırıq. Yallah. Yolumuz haradır? Space TV-yə. Попал в капкан, я помню день, как будто он был вчера. Запутал себя в тебе, я брутал. Но с каждой минуты понимаю, что чертовски прав был Ньютон. Воронка тянет люто. Но ведь бывало, что хана, бывало, что хамам. Ты разжигала мне на сердце флам, убивала нервы хам. Я потащен верно, а ты резала прямо по швам. Мне стерва. А ты куда без тебя, честно? Пойду по льду, сразу провалюсь резко. Мое чудовище, моя принцесска, моя сука. Səhər-səhər tut yeməyi bilirsiniz də, faydalıdır. Mən də yol keçəndə, düz elə yolun qırağındadır burada. Elə bir iki dənə belə açdırıram. Canım aycan. Qüvvət olsun. Ondan sonra da yola davam etdik. Sağ ol day var. Sağlam hayat. Hər gün günəşin doğuşunu izləmək bu başqa cür zövq verir. Günəş şualan tərəfdən yavaş-yavaş qalxır. Ay da bu yanda. Bu vaxt Zabrat yolunu getməyə nə var ki? Saat 11'den sonra bu yola gir görüm necə gəlsə. Bakını dünyaya tanıdan, daha doğrusu Azərbaycanı dünyaya tanıdan Balaxanımız. Və Sokar. Anda. Özdə bu avtobus yoluna da rahat girə bilirsən. You think that I can live
Bəh. Bu küçənin özəlliyi, bu prospektin daha doğrusu. Şey deyirəm. Səhər yuxulu olanda olur da belə şeylər. O prospektin gözəlliyi başqa. O günəş bir oradan baxır. Bir buradan baxır. Baba, iki günəş. Bakıda iki günəş, dünyada iki günəş ancaq Bakıda ola bilər. Məndə sığar iki can, məndə sığar ikən cahan, mən bu cahana sığmazam. Bəh. Daha şu üç dənəyə, biri də bu yandadır. Canım aycan. Bakı. Səslənir hər yerdən. Səhər bir iki dənə maşın görərsən ya yox. Gül kimi qəşəng. Dedi sən də özün. Yeri gəlmişkən Qafqazın ən böyük binasıdır ya bu. Ən hündür. Bakıda ikinci yerdədir mən bildiyim qədərilə. Bundan sonra Telequllədir. Bu da ki işte buraya heç Allah heç kesin yolunu salmasın. Bura pul aksabıdır. Bu söhbətlərdir. Ben de biraz lor dildə baş salıram. Burada ev məsələlərinə, əmlak məsələlərinə, ölkənin aparıcı ticarət markalarından, Azərsunun. Bəh. Elə yol getməyə nə var? Adam hər gün zövq alar. Azərsu və Sokar. Qabağda radar var 70, biz də 70'dən geliyoruz üçün xırda. Ruslar demişkən tixo yedir, dальше yedir. Bagirov mostu. Monte'nin məşhur o saatı. Yəni oğlum. Amma mən bu prospekt əvvəl daha çox xoşuma gəlirdi ya. Mən kimin yadındadır, yoxsa buralar ağaclıq idi. Yolda ağaclar zadlar var idi. Əvvəl daha çox xoşuma gəlirdi. 2008'də zadda belə buralar belə düzəltdilər, böyük prospektlərdir. Açdılar. Amma əvvəl daha belə qəşəng ürək açan ağaclıq idi. İndi qəşəng gəliblər, söz yox, amma ruhu yoxdur. Əvvəl daha belə ruhlu, canlı idi. Soyuqdur sanki. Ən çox xoşladığım döngə. Bəh. Buradan Bakının panoraması ləzzət eləyir də. Telebillə. Ramstar yəqin ki yadınızda olar.
Bəh. Bu küçəyə gün ortadan sonra girmək olmur. İndi burada qayə yoxdur, amma saat arası elə 11-12-dən sonra həmişə burada bir dənə qayə motosikletlə dayanır. O burada. Çembere Kent Parkı.
həmin o 3 alov Firemont. Mən o qədər xoşum gəlmir düzəldirsən bu binada. Və bunu mən Bakının simvolikası kimi qəbul edə bilmirəm. Bakının simvolikası elə Qız Qalasıdır. Əvəz olmaz artıq vizit kartı. Biz deyək, qəşəngdir. Vacib söhbətlərin getdiyi Milli Məclis, Dövlət Televiziyası. Bak Qızılgöl kafesi var idi, adınıza gəlir. Sencavil prospekti. Çatırıq yavaş yavaş. Əsas işə, məkana. Bilməm nədirsə, hər dəfə mən buraya yaxınlaşanda bu svetofor qırmızı yanır da. Hələ bir dəfə olmadı ki, gəlim və burada görüm ki, yaşıl ışıqdır. Anam Space. O hər gün səhər özüm burada qapını açıram. Bəli. Hərdən bir axram var, adamın Allahı var. Adı Anardır. Anar burada olanda 6'ya bir 10 dəqiqə qalmış, 15 dəqiqə qalmış, 20 dəqiqə qalmış belə. Zəng gelir ki, Ayşəm usta, nə vaxt çatırsınız? Çatan yaxın da ondan açır. Həyəti. Prospektdə heç kəs yox, amma bir dənə maşın keçmir ha. Bəh, bəh, bəh. Space Radio. Yaxşıdır, qapımı ağlayaq da. Elə qülləyə baxay, bəh, bəh, bəh. Qapını aça bilirsən. Sonra bağlayım sən. Düz gəlmir axı. Yaxşıdır, sonra ikimizə girib edəyəm. Ay maşallah. Şöyle ama ağır qapıdır ya, deyim sizə. Bəh, sakitlik. Gələrik buralara. Eyvallah. Gəldik, çatdıq. Kanalda hələ ki biraz təmir işləri gedir. Ona görə də çox qriyazlar ola bilər ki, onları göstərmirəm təbii ki. Amma ağaclıq, hər səhər gəlirsən, bu sakitlik. Bəh. Qızıl güllərin qoxusu, elə də qapının girişində.
Səhər-səhər kimsə var. Kimsə kondisioner yana qalır. Əməkdaşların səsləri gəlir. Bu Cabirin səsidir. Verilişimizin rejissoru və deyirəm Cabirin səsi. Salam aleyküm. Sabahınız xeyir, sabahınız xeyir. Uğurlu gün hazırlaşırıq. İnşallah. Bu da mənim studiyam. Çay hazır. Canım aycan. Əsas bax budur. Səhər gələn kimi çay hazırdır. Özümüz də dəmləyərik. Ərzaqlarımız da 100% hazır. Bu da mənim uniformalarım. Amma bu ümumilikdə olanların 4də biridir. Hazırlıqlardan sonra biz efirə keçid ala bilərik. Və efir vaxtı gəldi, çatdı. Aparatlarımız yerindən son 20 saniyə. Birazdan şapka gedir və biz efirə artıq hazırıq. Və efirdə nələr olacaq? Onları artıq birazdan baxarıq. Veriliş bitəndən sonra belə olur. Yeməklərimizi yedik, hələ də yeməyə davam edirik. Hər bir şey yığışdırıldı. İndi gedirik istirahətə. Sabah yenə də eyni qaydada davam edəcəyik.